İnnel hamdelellahi nahmeduhu ve nestainuhu ve nestağfiruhu ve na'udzu billahi min şururi enfusina ve min seyyiati amalina. Men yehdihillahu fela mudille leh ve men yudlil fela hadiye leh. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve rasuluhu. Allahümme enfa'na bima allamtena ve allimna ma yenfa'una ve zidna ilmen. Ve alimler ve alimlerin bu ümmette fəziləti. Alimlerin fəziləti çoxdur. Həm Qur'anda və həmçinin Allah Resulü sallallahu aleyhi ve sellemin hədislərində bildirilmişdir. Allah Teala Zümer suresi 9. ayda buyurur. Emmen huve qanitun ânâ'el-leyli sâciden ve qâimen yahzarul âhirete ve yercu rahmete rabbi. Geceleri ibadette, namazda keçirən, səcdədə və qiyamda keçirən, ahirətdən qorxan və Rəbbinin rəhmətini umanla başqası bir ola bilərmi? Qul həl yəstəvillezine ya'lemun vellezine la ya'lemun. De ki, heç bilənlərlə bilməyənlər bir ola bilərmi? İnnemə yetezekkeru ulul elbab. Yalnız ağıl sahibləri ibrət alırlar. Şeyx Sədi Rəhməllah deyir ki, bu Allaha itaət əməlləri edənlə başqası arasında müqayisədir. Alimlə cahil arasında müqayisədir. Qul həl yəstəvillezine ya'lemun. De ki, heç bilənlər bir ola bilərmi? Bilənlər, yəni Allahı tanıyanlar, Rəbbini bilənlər, Allah Teala'nın dinini, şəriətini bilənlər. Və mə ləhu fī zəlikə min əsrar və hikəm. Və Allah Teala necə, yəni dinində cəza və həmçinin mükafat verməsində sirlər var, hikmətlər var. Bunu bilənlərlə bilməyənlər bir ola bilərmi? O kəslər ki, bunlardan heç nə bilmirlər. Heç vaxt bilənlərlə bilməyənlər bərabər ola bilməz. Necə ki, gecə ilə gündüz, işıqla zülmət, su ilə od bir olmadığı kimi. İnnəmə yətədəkkəru. Ayənin sonunda Allah buyurur, yalnız ibrət alır, ona nəsihət edildikdə ulul əlbəb, ağıl sahibləri. Yəni doğru düzgün, təmiz, ağlı olan insanlar. Məhz onlardır ki, daha uca olanı aşağı olandan üstün tuturlar. Məhz ağıl sahibləridir ki, elmi cahillikdən üstün tuturlar. Allaha itaəti, Allaha müxalif olmaqdan, Allaha qarşı çıxmaqdan üstün tuturlar. Çünki bunların ağılları var. Bu ağılları onları yönəldir ki, işlərin aqibətinə baxsınlar. Lakin ağlı olmayan insan yalnız öz nəfsi istəklərini, havasını özünə ilah götürür. Nəfsi istəkləri ilə yaşayır. İbn-i Seymi Rahmanullah deyir ki, La yəstəvillezine ya'lemun vellezine ya'lemun. Yəni bilənlərlə bilməyənlər heç vaxt bərabər, eyni ola bilməzlər. Çünki cahil insan məzəmmətli bir sifətlə vəsf olunmuşdur. Alim isə təriflənən bir sifətlə vəsf olunmuşdur. Və ona görə hər hansı bir insana deyilsə ki, və sən hər hansı bir şəxsə desən ki, sən cahilsən, qəzəblənər və bunu inkar edər. Heç bu vəsflə razı olmaz. Və bu da bildirir ki, cəhalət eyibdir. Elmsizlik, cahillik qınanan bir sifətdir və hər kəs bundan qaçır. Elm isə xeyirdir və bilənlərlə bilməyənlər heç vaxt, heç bir halda eyni bərabər ola bilməzlər. Alim Allaha ibadət edir bəsirətlə, elmlə.
Alim bilir necə dəstəmaz almaq lazım. Alim bilir ki, hədislərdə dəstəmazın forması necə gəlmişdir. Bilir ki, namazı necə qılmalıdır, necə zəkat çıxarmalıdır, necə oruç tutmalıdır, necə həcc etməlidir, necə valideynlərinə itaat etməlidir, valideynlərinin xidmətində necə durmalıdır və qohumlarla əlaqəni necə bərkitməlidir, alim bilir. Əl-alimu yəhdi və alim insanları doğruya yönəldir. وَمَنْ كَانَ مَيْتًا فَأَحْيَيْنَاهُ وَجَعَلْنَا لَهُ نُورًا يَمْشِي بِهِ فِي النَّاسِ كَمَنْ مَثَلُهُ فِي الظُّلُمَاتِ لَيْسَ بِخَارِجٍ مِنْهَا. O kəs ki, ölüyken biz ona həyat verdik və ona nur verdik ki, o nurla insanlar arasında gəzir. Yəni bu imanla, bu elmlə insanlar arasında gəzir. Yəni bunun misalı zülmətlər içərisində olub, o zülmətlərdən çıxa bilməyənin misalı kimi bərabər ola bilərmi? Heç vaxt bununla digəri bərabər ola bilməz. Alim nurdur. O nurla başqaları yol tutur. Allah Teala onun səbəbi ilə digərlərini ucaldır. وَالْجَاهِلُ عَالَةٌ عَلَى غَيْرِهِ. Cahil insan isə başqasına möhtacdır. Nə özünə fayda verə bilmir, nə də başqasına. Hətta fətva versə də kiməsə, cahilcəsinə fətva verir, özünə də zərər vurur və başqalarına da. Və beləcə bilənlərlə bilməyənlər heç vaxt bir ola bilməzlər. Allah Teala Nisa surəsi 59-cu ayədə buyurur: "Ya eyyuhellezine amenu atiullaha və atiur rasul və ulul emri minkum." Ey iman gətirənlər, Allaha itaat edin, Rəsula itaat edin və özünüzdən olan əmr sahiblərinə. "Fəin tənəza'tum fi şey'in ferudduhu ilallahi və rasuli in kuntum tu'minun billahi vel yevmil axir." Əgər hər hansı bir şeydə ixtilaf etsəniz, onu Allaha və Rasuluna qaytarın. Əgər siz Allaha və axirət gününə inanırsınızsa, "Zəlikə xeyrun və əhsənu təvilə." Bu daha xeyirli və nəticə, son aqibət etibarıyla daha yaxşıdır. Əl-Vahidi deyir ki, sizdən olan əmr sahibləri İbn Abbas deyir ki, bunlar fəqihlər və bir də alimlərdir. Din əhlidir. O kəslər ki, insanlara dinlərini öyrədirlər və Allah Teala onlara itaat etməyi vacib etmişdir. Və bu da Mücahidin, Həsən el-Basrinin və Dahhakin görüşüdür. Və başqa atadan gələn rəvayətdə isə bunlar əmir sahibləridir, başçılardır. Və həmçinin yenə də başqaları demiş ki, bunlar əmir sahibləri, sultanlar, başçılardır. Yəni onlara nə vaxt ki əmr olunmuşdur, rəiyyətə əmanəti əda etmək onlara əmr olunmuşdur. Çünki Allah Teala buyurur: "İnnallah ya'murukum." Allah sizə əmr edir. "Ən tu'addul əmanati ilə əhliha." Əmanətləri öz əhlinə qaytarın. Və rəiyyətə də, cəmaata da əmr olunmuşdur ki, haqqa müvafiq olan şeylərdə, yəni günah və asilik yoxdursa əgər, haram şeylər yoxdursa, onlara gözəl şəkildə itaat olunmalıdır. Və İbn-i Seymi Rahman deyir ki, alimləri dəyərləndirmək, onlara hörmət qoymaq, alimlərin sözlərini, əməllərini ümumuna götürmək şəriətə hörmət qoymaqdır. Çünki şəriəti daşıyanlar alimlərdir. Və alimlər əgər gözdən salınarsa, şəriət gözdən düşər. Alimlər aşağılanlarsa, şəriəti aşağılamış olarlar. Çünki alimlər əgər alçaldılarsa, insanların gözündən düşdüsə, o deməkdir ki, şəriət gözdən düşür. Çünki şəriəti daşıyanlar alimlərdir. Və belə olduqda insanlar arasında şəriətin bir qiyməti, dəyəri qalmır. Və hər kəs də bunu dəyərdən salır
gözdən salır və belə şəriət insanlar arasında itib batır. Necə ki, əmir sahibləri, başçılar, sultanlar, yəni onlara ehtiram etmək vacibdir və onlara dəyər vermək, onlara itaat etmək, onları təzim etmək vacibdir. Necə ki, şəriətdə, Quran və hədislərdə bu barədə çox saylı dəlillər vardır. Çünki əgər başçı alçaldılarsa, insanların gözündən düşülərsə, onda əminamanlıq zay olar və ölkə özbaşınalıq baş alıb gedər. Və başçının nə gücü, nə də ki, nüfuzu qalmaz. Və sonra buyurur ki, İbn Hüseyin Rəhməllah, bu iki sinif insan, alimlər və bir də əmir sahibləri, başçılar, əgər insanların gözündən düşülərsə, pislənərək, eyiblərini yayaraq və s. onda şəriət də körlanar, əminamanlıq da körlanar. Əminamanlıq zay olar. Və hər kəsdə, hər bir insan da özünü alim hesab edər. Və hər bir insan da elə hesab edər ki, özüdür əmir, özüdür başçı. Və beləcə şəriət və ölkələr zay olar. Və buna görə Allah Teala əmir sahiblərinə itaat etməyi əmr etmişdir və bunlar da alimlər və bir də başçılardır. Ya eyyuhellezine amanu atiullaha və atiur rasulə və ulil əmri minkum. Ey iman gətirənlər, Allaha itaat edin, Rəsula itaat edin və özünüzdən olan əmr sahiblərinə. Və bu da alimlərin fəzilətini bildirir ki, Allah Teala insanlar içərisində məhz onlara itaat etməyi əmr etmişdir. Və həmçinin Allah Teala İmran surəsi 18-ci ayədə buyurur: Şəhidallahu ənəhu la ilahə illəhu vəl-mələikətu və ulul ilmi qaimən bil-qist la ilahə illə huvəl-azizul hakim. Allah şəhadət vermişdir ki, ondan başqa ibadətə haqqı olan heç bir məbud yoxdur. Mələklər və elm əhli də ədaləti ayaqda tutaraq ki, ondan başqa, Allahdan başqa ibadətə haqqı olan heç bir məbud yoxdur və o, məğlub edilməz güc qüvvət sahibi və hikmət sahibidir. İbn-i Qeym Rəhməllah bu ayə haqqında deyir ki, Allah Teala elm əhlini şahid tutur. Ən uca şahid götürülən bir işə və o da tövhiddir. Tək Allahın ibadətə layiq olmasıdır ki, necə ki bu ayədə keçdi. Və bu da bildirir ki, elm və elm əhlinin, alimlərin fəziləti böyükdür. Alimlərin haqqı ümmət üzərində böyükdür. Çünki Allah Teala bu ayədə məhz alimləri şahid tutur. Şəhidallahu ənəhu la ilahə illə huvəl mələikətu və ulul ilm. Allah, mələklər və elm əhli şahidlik edir. Və həmçinin Allah Teala öz şahidliyi ilə yanaşı elm əhlinin şahidliyini yanaşı tutur. Və həmçinin mələklərin şahidliyi ilə elm əhlinin şahidliyi yanaşı tutur. Və bunun özündə elm əhlinin, alimlərin təzkiyəsi, onların təmizə çıxarılması, onlara tərif vardır. Çünki Allah Teala insanlar içərisində ancaq adil şəxsləri şahid tutur. Və həmçinin Allah Teala alimlərin fəziləti bildirməsi odur ki, Allah Teala onları elm əhli, ulul ilm deyə vəsf edir. Və xüsusi olaraq Allah Teala onlara işarə edir. Çünki onlardır elm əhli. Və həmçinin Allah Teala birinci özü şahidlik edir və sonra mələklərini şahid tutur və bir də insanlar içərisindən alimləri. Və bu özü şərəf olaraq, fəzilət olaraq kifayətdir. Və həmçinin Allah Teala ən uca şahid tutulan iş üçün onlara şahid tutur. Ən böyük, ən əzəmətli iş və bu da La ilahə illallah kəlməsidir. La ilahə illallah kəlməsi dəyəri olduqca böyükdür. Və Allah Teala əzəmətli iş üçün
qulları içərisindən dəyərli, üstün, fəzilətli insanları şahid tutur. Və həmçinin Allah Teala alimlərin şahidliyini inkar edənlərə qarşı bir hüccət dəlil etmişdir. Sanki alimlər Allah Teala'nın ayələri, dəlilləri, bürhanlarıdır. Allah Teala'nın tövhidinə dəlalət edən. Və yenə Allah Teala Məryəm surəsi 43-cü ayədə buyurur: "Ya əbəti", yəni İbrahim peyğəmbər atasını dəvət edir. Atasına xitab edir. Atası müşrik idi və şirkə dəvət edirdi və hədəliyirdi ki, əgər onların, yəni bütlərinə ibadət etməsə daşlarla öldürəcək. Və İbrahim peyğəmbər deyir ki, ya əbəti, atacan, inni qad cəəni minəl ilmi mə ləm yətik. Sənə gəlməyən bir elm mənə gəlmişdir. Fəttəbi'ni əhdikə sıratən səviyyə. Mənə tabi ol ki, səni doğru yola yönəldim. Demək, alimlərə tabi olmaq Allahın izni ilə doğru yola, sırat-ı müstəqimə yönəlməkdir. İbn Cərir Ət-Tabari deyir ki, Allah Teala bu ayədə bildirir ki, İbrahim peyğəmbər atasına deyir, atacan, sənə gəlməyən bir elm mənə gəlmişdir. Yəni Allah Teala'nın sənə vermədiyi elm mənə vermişdir. Mənə tabi ol. Məndən nəsihəti qəbul elə və səni doğru yola hidayət edim, doğru yola yönəldim. Yəni doğru yolu sənə göstərim. O yol ki, əgər o yola düzəlsən, heç vaxt azmazsan. Və bu da Allah Teala'nın dinidir. Elə bir din ki, onda heç bir əyrilik yoxdur. Əl-Əcuri Rəhməllah deyir ki, Allah sizə rəhm eləsin. O yol barəsində sizin zənniniz nə ola bilər ki, o yolda çoxlu bəlalar var, müsibətlər var. Və insanlar gecənin zülmətində o yolu getməyə ehtiyacı var. Əgər o yolda çıraq olmasa, heyrət içərisində qalacaqlar. Və Allah Teala bu yolda onlar üçün onların yolunu işıqlandıran çıraqlar etmişdir. Və onlar bu çıraq səbəbi ilə salamat və afiyət şəkildə yolu gedirlər. Və sonra insanlardan elə təbəqə, elə dəstələr gəldi ki, və o yolu getməyə məcbur oldular və o yolu getdilər və bu cür olduqları halda birdən çıraqlar sönür və onlar zülmət içərisində qalırlar. Əgər belə bir hal, belə vəziyyət olarsa, sizin zənniniz nə olar o insanlar barəsində? Alimlər də insanlar içərisində belədir. İnsanlardan əksəriyyəti, çoxusu fərz əməlləri necə ibadət etmək, necə əda etməyi bilmirlər. Haramlardan necə uzaq durmağı bilmirlər. Və necə Allaha ibadət olunsun bilmirlər. Yalnız alimlərin səbəbi ilə. Əgər alim öldüsə, insanlar heyrət içərisində qalar. Və alimlərin ölümü ilə elm aradan qalxır. Cahillik zahir olur. Və sonra deyir ki, İnna lillahi və inna ileyhi raciun. Bu elə bir müsibətdir ki, alimlərin ölümü elə müsibətdir ki, müsəlmanlar üçün ən əzəmətli müsibətlərdəndir. Və həmçinin Allah Teala Mücadilə surəsi 11-ci ayədə buyurur: "Yərfə'illahu ellezine amanu minkum vellezine utul ilme dərəcət." Allah sizdən iman gətirənləri və elm verilənləri dərəcələrlə qaldırır. İbn Cərir deyir ki, Allah Teala elm verilənləri, iman əhli arasından elm verilənləri dərəcələrlə yüksəldir, möminlər arasından seçərək. O möminlər ki, onlara elm verilməmişdir. Və Allah da onları, elm verilənləri dərəcələrlə ucaldır. Əgər onlar elmlərinə əməl etsələr. Necə ki, Ömər radiyallahu anhu yolda
rastlaşır Məkkəyə təyin etdiyi valisi ilə və deyir ki, sən vadi əhli üzərinə kimi təyin edib gəlibsən? Kimi qoydun? Yəni, sən başçısan, Məkkə üzərinə başçısan, indi də bura gəlibsən, bəs kim qalıb sənin yerinə başçı olaraq? Və o da deyir ki, İbn-i Əbzə. Omar radiyallahu anh ki, İbn-i Əbzə kimdir? Deyir, o bizim kölələrimizdən bir kölədir. Və Omar radiyallahu anh təəccüblənir. Deyir, sən köləni başçı qoyub gəlibsən, çünki kölədən başçı olmur. Və onda deyir ki, amma o, yəni həmən İbn-i Əbzə Allahın kitabını yaxşı bilir. Yəni hafizdir və bir də fəraid elmini, miras elmini bilir. Və Omar radiyallahu anh bunu eşidəndə deyir ki, sizin peyğəmbəriniz demişdir ki, Allah Teala bu kitabla, bu Qur'anla bəzilərini ucaldır, digərlərini isə alçaldır. Və həmçinin Allah Teala Fatir surəsi 28-ci ayədə buyurur ki, İnnəmə yaxşəllaha min ibadihil uləmə. Allahdan qulları içərisində yalnız alimlər qorxar. Yəni o kəslər ki, onlarda elm var. Allah Teala'nı tanıyırlar, onların Allahdan qorxusu şiddətli olur. İbn Kəsir deyir ki, yəni haqqı ilə Allahdan qorxanlar, alimlər, Allahı tanıyanlardır. Çünki hər dəfə insanın elmi, Allahı tanıması tam olarsa, kamil olarsa, Allah qorxusu daha böyük, daha əzəmətli olar. Və hədislərdən də alimlərin fəzilətini bildirən hədislərdən Muaviyə ibn Əbi Sufyan radiyallahu anh deyir, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur, Mən yuridillahu bihi xayran yufaqqihu fid-din. Allah kimə xeyir istəyərsə, onu dində fəqih edər. Dində dini anlayan, dini bilənlərdən edər. İbn Battal deyir ki, bunun özündə alimlərin digər insanlardan üstünlüyü vardır. Və başqa hədisdə Əbu Hurayra deyir, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. İzə mətəl insanu inqata anhu əməluhu illə min thələtə. Əgər insan öldüsə, onun əməli kəsilir 3 şeydən başqa. İnsan öldüsə, artıq əməllər kəsilir. Ölənə qədər etdiyi əməllərlə baş-başa qalır. Və bu hədisdə Allah Resulü sallallahu aleyhi ve sellem bildirir ki, insan öldükdə bütün əməllər kəsilir. Artıq ona heç bir savab getmir. 3 şeydən başqa. İllə min sadaqatil cariyə, ahar sədəqə. Əv ilmin yüntəfə'u bihi və yaxud da faydalanılan, mənfəət əldə olunan elm, əv vələdin salihin yəd'u ləhu və yaxud da onun üçün, ölən üçün dua edən salih övlad. Və insanın əməlləri kəsilir, əməl dəftəri bağlanır və onun ixtiyarı bitir. Lakin əgər sağlığında axar sədəqə, yol çəkib və yaxud da su, bulaq çəkib və yaxud da ağac əkib və ya hər hansı bir iş onun ki, insanlar onunla faydalanırlar, davamiyyətli onlara fayda olur və onların faydalandığından da o ölən adama da savab gedir. Və ikincisi isə faydalı, mənfəətli elm. Üçüncüsü isə onun üçün dua edən salih övlad. Hətta deyir ki, bunun özündə elmin fəziləti vardır və elmi çoxaltmağa, elmi artırmağa rəğbətləndirmək vardır. Və insan elmini artırmalı, elm öyrənməli və bir də özündən sonra miras olaraq elm qoymağa çalışmalıdır. İnsanlara öyrətməklə və yaxud da kitab yazmaqla və ya bunlara vasitəçi olmaqla ki, bu işdə onun da əli olsun, onun payı olsun. Və Allah da Yasin surəsində buyurur, İnnə nəhnu nuhyil mevtə. Həqiqətən biz ölüləri dirildəsiyik. Və nəktubu mə qaddəmu və əthərəhum. Və biz onların etdiyi əməlləri və izləri yazırıq. Və insan həyatda da yaxşı iz qoymalıdır ki, öldükdən sonra ona çatsın. Və sonra deyir ki, insan elmlər içərisində ən faydalı olanını, ən mənfəətli olanını seçməlidir. Həm özü üçün,
və həmçində insanlar üçün. Və alimlərdən də sağ olanlar, Allah Teala onların itaətdə, ibadətdə ömrünü artırsın və dünyasını dəyişənləri isə Allah Teala rəhm eləsin, Allah sizə də bərəkət versin. Subhanəkə Allahumma və bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və etûbü ileyk.